Birinci prestij baxımından yox. Əmək Məcəlləsində 207-ci maddədən 239-cu maddəyə qədər əməyin mühafizə teyin təhlükəsizlik qaydasıdır. Yəni sənin bu gün fərdi mühafizə vasitələri, yəni PPE dediyimiz geyinməməyin birbaşa müəssisəni təhlükəyə atır. Bəli. Niyə təhlükəyə atır? Avantajına da təsir göstərir. Avantajı qoyuruq qırağa. Çünki İnzibati Xətalar Məcəlləsində 198-199-cu maddədə yazır. Əməyin mühafizə teyin təhlükəsizlik qaydalarının pozulması və əmək şəraitinin verilməməsi, sırf əməyin mühafizəsi. Hətta İnzibati Xətalar Məcəlləsi 200-cü maddədə qeyd edir ki, əməyin mühafizə teyin təhlükəsizliyi şəxsin başqa işə cəlb edilməsi də cərimədir. Əməyin mühafizə teyin təhlükəsizliyi bu gün 223-cü maddə ilə 500-dən artıq iş yerində həmin o şəxs istər mütəxəssis, istər mühəndis, istər baş mütəxəssis, o birbaşa direktorun müavini səlahiyyətindədir. Ona görə də onun vəzifə borcu, onun məsuliyyəti o qədər dərindir və bütün bu proseslər hamısı bugünkü vəziyyətdə daxili prosedurumuz yoxdur. Daxili prosedurda geyim kodeksimiz var. Daxili prosedurumuzda etik davranış qaydaları var. O olmadığına görə o prosedur, məsələn, mən sizə adi bir söz deyim, mən bunu deyirəm, biraz pis başa düşürəm. Mənə heç kim cərimə yaza bilməz iş yerində. Niyə yaza bilməz? Çünki mən cərimənin qaydasını bilirəm. Cərimə dediyimiz yalnız kollektiv müqavilədadır. Əgər prosedurda həmin o geyinməmək üçün cərimə tətbiq olunubsa və Süleymanov Yaşar o cəriməyə qol çəkibsə, tanış oldum, onda məndən tuta bilər. Deməli, üzr istəyirəm, deməli geyimlər də hətta başlanğıcda müqavilədə qeyd olunmalıdır, qanuni şəkildə qeyd olunmalıdır və sonra müqavilədə qeyd olunur. Əmas sistemindən çıxan əmək müqaviləsində qeyd var, hətta məxfilik də var. Amma biz ona riayət eləmirik. Gəlin bunu etiraf edək. Hər kəs öz işinin məsuliyyətini dərk etmiş və olacaq. əməyin mühafizə teyin təhlükəsizlik qaydalarına riayət edən şəxsin proseduru, planı olmalıdır. Mən böyük bir istehsalat müəssisəsinin əməyin mühafizəsinin tədbirlər planı yazdım. Mən orada o qədər şeylə yazdım ki, müəssisənin müdürü yəni çaşbaş qaldı. Dedi, bunlar bizdə görülmür, dedim, xeyr. Yəni problem birinci növbədə özümüzün təhsilimiz, təcrübəmiz və iş şəraitimizi təmin olunmalıdır.